Salam uşaqlar, bugün sizinlə feilin təsriflənməyən formaları haqqında danışacağıq. Birinci baxaq feilin ing-li, yəni verb üstəgəl ing formasına. Testlərdə hansı sözləri görəndə, hansı ifadələri görəndə mən feilin ing-li formasını istifadə eləməliyəm. İndi onları sizə deyəcəm. Uşaqlar, birincisi feilin ing-li forması, məsələn going, getting, painting, bunlar sayılır. Feilin ing-li forması əvvəla sözönlərindən sonra gəlir. Yəni siz testdə əgər sözönü görürsünüzsə, sağında mütləq şəkildə feilin ing-li formasını götürməlisiniz. Məsələn, indi bir nümunə yazaq. He is afraid of. Belə bir cümlə yazıram. He is afraid of. Məsələn, burada bizə boşluq verilib testdə. Bu boşluğun yerinə düzgün olan feili soruşur. He is afraid of boşluq out. Uşaqlar, sizə variantlarda feilin müxtəlif formaları veriləcək. Məsələn, go veriləcək, to go veriləcək ya da C variantında gone, D variantında məsələn going, Y variantında da məsələn goes kimi feillər verilə bilər. Y variantını yazmadım. Əgər belə feillər verilibsə, mən tez baxıram 3 nöqtənin solundakı bu sözönlə. Mən burada sözönü görəndə avtomatik hansını seçməliyəm? Gerund, yəni feilin ing-li formasını seçməliyəm. Başqa bir variant haqqında düşünməyə ehtiyac yoxdur. Sözönlər hansı ola bilər? Məsələn, sözönlər ola bilər of, with, by, to, yəni about və s. və s. Ümumiyyətlə sözönlərini tanımaq lazımdır. Bu sözönlərindən sonra mən feilin gerund, yəni ing-li formasını testdə yazmalıyam. Yaxşı, keçək ikincisinə. İkinci uşaqlar, yiyəlik əvəzliklərindən sonra. Ümid edirəm ki, hamı yiyəlik əvəzliklərini tanıyır. Məsələn, his, her, my, your, our, their. Bunlar yiyəlik əvəzlikləridir və yiyəlik əvəzliklərindən və ya apostrof s-dən sonra, yəni yiyəlik haldan sonra uşaqlar, mən feilin ing-li formasını yazmalıyam. Bu mənim qaydamdır. Məsələn, bir dənə nümunə. His boşluq shocked everyone. Yenə variantlarda müxtəlif ifadələr, yəni feilin müxtəlif formaları veriləcək. Məsələn, yazacaq left, keçmişdə yazır. Ya da yazacaq to leave. Ya da C variantında yazacaq ki, leaving. Bu kimi variantlar verilir və ya D, Y variantlarında da başqa formaları, leaves və s. yazıla bilər. Mən burada yiyəlik əvəzliyini gördüm. Heç nə düşünmürəm. Birbaşa feilin ing-li formasını yazıram. Yiyəlik əvəzliyindən sonra apostrof s-dən, yəni yiyəlik haldan sonra mütləq şəkildə feilin ing-li forması yazılmalıdır. Gələk növbəti cümlənin mübtədası tamamlığı və ismi xəbəri kimi. Uşaqlar, cümlənin mübtədası kimi mən feilin ing-li formasını istifadə edirəm. Yəni cümlə həmin ing-li sözlə başlayır. Məsələn, məşhur bir cümlə, smoking is a bad habit. Uşaqlar, bu cümlədə baxın, smoking, yəni deyir ki, siqaret çəkmək pis vərdişdir. Burada siqaret çəkmək gerunddur və cümlənin mübtədasıdır. Hardan görən mübtədası olduğuna baxın, to be-dən əvvəl işlənib. To be-dən qabaq işlənən nədir? Cümlənin mübtədasıdır. Ümumiyyətlə, ingilis dilində cümlə quruluşunda cümlə birinci mübtəda, sonra da xəbər olaraq davam edir. Smoking mübtəda, is cümlənin xəbəridir. Başqa bir cümlədə, məsələn, his favorite hobby is reading. Burada artıq ismi xəbər rolunda iştirak edir. ing-li söz. Deyirəm ki, onun ən sevdiyi hobbi reading, yəni kitab oxumaqdır. Burada uşaqlar, ing-li söz istifadə olunmur. Yəni feilin ing-li forması istifadə olunmalıdır. Yaxşı.
Biz başa düşdük ki, cümlədə mübtədanın tamamlığı ismi xəbəri və ya mübtədası kimi istifadə olunur. Bundan əlavə, ismin sağında və ya solunda təyin kimi də biz ing-li feildən istifadə edirik. Bu istər gerund, istər participle one ola bilər. Əsas odur ki, ismin sağında və ya solunda olur. İndi nümunəyə baxaq. Məsələn, bura bir nümunə yazıram. Do you hear crying baby? Uşaqlar, bu cümlə belə tərcümə olunur. Ağlayan uşağı eşidirsən. Baxın, burada ağlayan uşaq, hansı uşaq, daha doğrusu körpədə, ağlayan körpə. Hansı körpə? Burada ing-li söz təyin kimi, yəni ismin təyini kimi ismin solunda istifadə olundu. Sadəcə solda mı istifadə oluna bilər? Xeyr, yazmışam ki, ismin sağında da istifadə oluna bilər. İsmin sağında tərkib kimi, yəni başqa sözlərlə də istifadə oluna bilər. Məsələn, do you hear the baby crying over there? Orada ağlayan uşağı eşidirsən. Burada da uşaqlar görürsünüz, crying ing-li feildən istifadə eləmişəm. İsmin, yəni baby sözünün sağ tərəfində istifadə olunub. Crying over there, yəni tərkibin içində digər sözlərlə ing-li feil istifadə olunub. Yaxşı, keçək. P2, yəni participle to feilin məhcul forması, feilin üçüncü forması uşaqlar. Bunun feilin məhcul forması olduğunu bilməyimiz çox önəmlidir. Tərcümə olaraq edilmiş, edilən mənasını verir. Nə vaxt istifadə olunur? Feilin məhcul forması əvvəla indiki bitmiş zamanda, yəni have, has, had, üstəgəl participle to. Bunu zamanlar mövzusunda keçmişik. Məsələn, I have done many things. Burada uşaqlar, have done indiki bitmiş zamandır və indiki bitmiş zamanda və ya keçmiş bitmiş zamanda have, has, had-dən sonra feilin məhcul forması, yəni verb 3 istifadə olunur. Verb 3 dediyim ümumiyyətlə ya idili forma ya da irregular, yəni kökdən dəyişən. Məhcul növ kimi təbii ki, passive voice cümlələrində istifadə olunur. The letter was written. Məktub yazılıb. Burada uşaqlar görürsünüz, to be üstəgəl participle to, məhcul növ belə düzəlir. To be üstəgəl participle to olduğu üçün də təbii ki, verb 3-dən, participle to-dan istifadə eləyirəm. Yalnız burada istifadə olunmur feilin məhcul forması, həm də by sözü ilə istifadə olunur uşaqlar. Lakin ing-li feil by sözünün sağında istifadə olunursa, məhcul növ by sözünün solunda istifadə olunur. Baxın, diqqətli olun, sol tərəfində. Yəni, məhcul növdə olan feil gəlir, verb 3 gəlir, sonra by sözü gəlir. Bura bir nümunə yazaq. Letter yazmayaq, başqa bir söz yazaq. Məsələn, the box Məsələn, bura 3 nöqtə qoyur. Sizə testdə buradakı feilin formasını soruşur. Nümunəni yazaq. The box 3 nöqtə by us wasn't damaged. Mənə verilən feildə tutaq ki, send sözüdür. İndi bura feilin hansı formasını yazacağım? Sending, to send, yoxsa send. Yəni verb 3-ünü yazacağım. By-ı sağ tərəfdə görürəmsə, avtomatik mən bura feilin 3-cü formasını, yəni send yazmalıyım. Mən dedim ki, uşaqlar, gerund ismin, daha doğrusu participle one ismin sağında, solunda təyin kimi istifadə olunur. Participle to-nun da belə bir xüsusiyyəti var. İsmin sağında və ya solunda təyin kimi istifadə oluna bilir. Uşaqlar, amma təbii ki, bunu participle one-dan fərqləndirməliyik. İndi mən hardan biləcəm ismin sağında, solunda mən ing-li feil yazım, yoxsa feilin məhcul növünü, yəni 3-cü formasını yazım. Burada artıq tərcüməyə baxmaq lazımdır. Uşaqlar,
Feil üçüncü forması, yəni participle to edilmiş, edilən tərcüməsini verir və ismin sağında solunda da eyni bu tərcüməni verməlidir. Daha çox edilmiş tərcüməsini verir. Və participle to uşaqlar, yəni feilin üçüncü forması daha çox cansız feillərlə istifadə olunur. Üzr istəyirəm, cansız isimlərlə istifadə olunur. Amma təbii ki, həmişə cansız isimlərlə istifadə olunacaq bir qayda yoxdur. Məsələn, bura bir nümunə yazıram. The house, boşluq 3 nöqtə verir. Days ago still looks new. Belə bir cümlədir uşaqlar. İndi sizə variantlarda ing-li feil də verəcək, participle to da verəcək. İndi mən nə bilim bura hansını yazmaq lazımdır? ing-li feil yazım, yoxsa participle to yazım? Burada tərcüməyə baxmaq lazımdır. Edilmiş, yoxsa edən? Çünki ing-li feil participle one edən tərcüməsini verir. Mən ora edən desəm cümlə məntiqli olur, yoxsa edilmiş desəm məntiqli olur, tərcümə yerinə oturur, baxmaq lazımdır. İndi bura variantlar yazaq. A variantı paint, B variantı painting, participle one yəni. C variantı painted, D variantı to paint, Y variantı da məsələn paints ola bilər. Uşaqlar, baxın, məni əsas maraqlandıran, mən dedim ismin sağında solunda nə işlənir? ing-li ya da verb 3, yəni participle to. Deməli, mən əsas bu iki variant arasında qalıram da. Ya ing işlətməliyim, ya ed-li formanı işlətməliyim. Nə biləcəm uşaqlar? Tərcümə eləyəcəm. Deməli, painting sözü burada rəngləyən mənasını verir. Rəngləyən. İndi gəlin bu rəngləyən sözünü cümlədə yerinə qoyun. Baxın, görün. Tərcümə oturur. Günlər əvvəl rəngləyən ev yeni görsənirdi. Gördünüz, alınmadı. Deməli, mən burada seçməliyəm painted, rənglənmiş. Günlər əvvəl rənglənmiş ev hələ də yeni görünürdü. Rəngləyən yox uşaqlar, rənglənmiş ev. Tərcüməyə baxmaq lazımdır. İsmin sağında solunda ing ilə id arasında qalanda tərcüməyə baxın. Bir də uşaqlar participle to bizdə passiv kauzativ, yəni icbar növdə qarşımıza çıxır. İcbar növdə P2 işlənir, yəni participle to işlənir uşaqlar. İcbar növ nədir? Yəni testlərdə bunu necə arayacaqsınız? Təbii ki, have və ya get sözlərini görəcəksiniz. Və bu sözlərin sağ tərəfində sizə 3 nöqtə verəcək, boşluq verəcək. Bura mütləq şəkildə P2, yəni feilin 3-cü formasını yazmalısınız. Bir dənə nümunə yazaq. My sister got her hair 3 nöqtə verir. İndi variantlarda müxtəlif formada feilləri yazaq. Dye rəngləmək deməkdir bu arada. B variantında, məsələn A variantında dye, B variantında to dye, C variantında died, D variantında da məsələn dying. Uşaqlar, mən burada got sözünü görəndə, indi get sözünün keçmişi gotdur. Got sözünü görəndə avtomatik başqa heç bir varianta baxmadan verb 3, yəni participle to-nu götürürəm. Başqa bir şey haqqında düşünmək lazım deyil. Gəlin başqa bir nümunəni də yazaq. I had, yenə keçmişdə yazıram. Çox zaman testlərdə keçmiş zamanda verir. Have-lə get-i. I had my kitchen, sonra boşluq verir. Sonra burada yenə feilləri soruşur. Məsələn, A variantında repair, B variantında repairing, C variantında repaired, D, Y variantlarda ola bilər. İndi uşaqlar baxmalıyam ki, mən burada had var. Yəni have-in keçmiş zamanı. Avtomatik heç bir başqa varianta baxmadan verb 3, yəni participle to götürürəm.
İndi bir də üstündən keçək uşaqlar. Deməli, yiyəli əvəzliklərindən, söz önlərindən sonra cümlədə ismin mübtədası, tamamlığı, ismi xəbər kimi, təyin kimi ismin sağında, solunda ing-li fe'l istifadə olunur. Bəs P2, yəni verb 3 harda istifadə olunur? İndiki bitmiş zamanda məhcul növ kimi by sözündən solda, ismin sağında, solunda istifadə olunur, edilmiş mənası verir və yaxud da icbar növdə have və get sözlərindən sonra istifadə olunur.